Ümumdünya Səhiyyə Təşkilatı ölkələrin sağlamlıqla bağlı fövqəladə hallarına daha effektiv cavab verməsi üçün yeni bələdçi sənəd, Milli Sağlamlıq Fövqəladə Hallarının Koordinasiyası üzrə təlimatı təqdim edib. Yeni təlimat iqlim dəyişiklikləri, urbanizasiya, müharibələr və sürətli qlobal hərəkətlilik kimi amillərin yaratdığı sağlamlıq böhranlarına hazırlığı gücləndirməyi hədəfləyir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə sənədin əsas məqsədi dövlət qurumları, səhiyyə strukturları və yerli icmalar arasında koordinasiyanı yaxşılaşdırmaqdır. Təlimatda fövqəladə halın bütün mərhələləri, aşkarlanma, məlumatlandırma, risk qiymətləndirilməsi, icra və monitorinq sistemli şəkildə təsvir olunub. Burada 7-1-7 prinsipi də vurğulanır. Xəstəliyin 7 gün ərzində aşkarlanması, 1 gün ərzində bildirişi və 7 gün ərzində ilkin cavabın həyata keçirilməsi. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, bu təlimat ölkələrə istənilən miqyasda sağlamlıq təhdidlərinə daha operativ və koordinasiyalı reaksiya vermə imkanı yaradacaq.